Qasımova Həqiqət və rəhbəri olduğu 8C sinif şagirdləri, 6-cı sinif şagirdi Zəhra Fətəliyevanın və musiqi müəllimi Mətanət Yusifovanın iştirakı ilə 9 noyabr bayram gününə həsr edilmiş Zəfər Vüqarlı Al Bayram adlı xoş gördük sizləri. Sən səslənən zamanda dağlar qalxar ayağa, sədan deyir eşq olsun bu müqəddəs torpağa. Azərbaycan himnimiz, Azərbaycan himnimiz. Qəhrəman babaların vüqarı var səsində, tanıt odlar yurdumu bütün yer kürəsində. Azərbaycan himnimiz, Azərbaycan himnimiz. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsul yaşar, üç rəngli bayrağınla məsul yaşar. Minlərlə can qurban oldu, sinəm hərbət meydan oldu, hüququndan keçən əskər hələ bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan. Namusunu hiss etməyən, bayrağını yüksəltməyən, namusunu hiss etməyən, cümlə gənclər müştaqdır. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Kimliyi, bayraq öz yurduma, öz hakimliyim. Daim ucala sal, savaş günündə, əskər silahıyla səni tən görür. Yalnız zəfər çalmış şəhid önündə, sənə alqı üstün əylən görür. İndi isə torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizi bir dəqiqə sizə yazın. Allah şəhidlərimizə rəhmət eləsin. Müqəddəs varlıqdır dövlət bayrağı, ucadan ucadır, uludan ulu, azadlıq rəmzidir dövlət bayrağı. 1918-ci il mayın 28-də Şərqin ilk demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında hökumətin 1918-ci il 21 iyun qərarına əsasən üzərində ağ rəngli aypara və 8 güşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı qəbul edildi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. Əlibəy Hüseynzadənin ideyaları əsasında üsrəngli bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət tərəfindən təsdiq edildi. Sən hür deyəcəyim, ən son nəfəsində də sənə şeir deyəcəyəm. Şuşada sən qonduğun daşa bir deyəcəyəm. Çəkəcəyəm gözümə kölgən düşən torbağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Mən nə heykəl, nə də bir bez parçasıyam. Mən sabahın azadlıq casusuyam. Neçə şəhid dodağının vətən deyən harayıyam. Mərd əlində dalğalanıb, hələmişli görünməmiş elə zəfər çalasıyam. Mən müqəddəs yerə etməz, Azərbaycan bayrağıyam, Azərbaycan bayrağıyam. Yaşıl, qırmızı və mavi rənglərdən ağ aypara və 8 gülşəli ulduz təsviri ibarət olan bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin təkcə bir simvolu olmadı. Eyni zamanda Azərbaycan xalqının milli kimliyi və milli ruhunu təmsil etdi. Bayrağımın göy rəngiyəm, səma kimi, dəniz kimi, Türk eləyən Türk qanıyam. Müstəqildir yurdum mənim, Qarabağdır canım mənim.
Al renklidir bayrağımız, şehitlerden bir damladır. Azadlıktır hepsimiz, müasirlik sınavımız. Bayrağımız yaşıl rəngi, gələcəyə verər təkan. İslam deyili bir günəşlər, bayrağımda tutmuş məkan. Məhəmməd Əmin bəy, mən dünyaya səndən 3 sənə erkən göl atmışam. Ancaq bütün Türk aləmində Türk istiqlal bayrağını sən dalgalandırırsan. Və bayraq enməsin deyə mən sənin əlindən alıb Türk gözlərində dalgalandırmışam. Enməz demisən bu bayraq enməyəcəkdir. Efendim, azad Türk dünyasının iki əyilməz bayrağı biri sənin əlindədir, o biri mənim tənimə sarılmışdır. Ulu Tanrıdan arzum budur ki, Avropadan Türkiyə qayıdan baş, Azərbaycana müstəqillik qələbə çalsın və efendim, sizinlə birlikdə bu qoşa Türk bayrağı ilə Azərbaycana qədəm basar. İnşallah Əmin bəy, azadlığın da, bərabərliyin də, ədalətin də dayağı milli müstəqillikdir. Müstəqillik elə bir işıqdır ki, onun qarşısında zəncirlər əliyir, tac və taxtlar batır, yox olur. Millətin dustaqlığı üzərində qurulmuş qurumlar hər yandan yıxılmağa məhkumdur. Yaşasın Azərbaycan, yaşasın Türkiyə! mübarizəyə qalxan xalq azadlıq meydanında öz üç rəngli bayrağını azadlıq rəmzi olaraq dalğalandırdı. Düz 70 il sonra 1990-cı il noyabrın 17-sində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də üç rəngli bayraq Azərbaycan Respublikasının Ali Sovet tərəfindən dövlət bayrağı olaraq təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı günü elan edildi. Müstəqilliyini təmsil edən Azərbaycanın bayrağı və bayrağa münasibət, bayrağın müqəddəsliyi hər bir çocukta, hər bir yeni gitmədə müqəddəs daxili hissiyat olmalıdır. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan.
elindən, səni təbrikə gəldim Şəhriyarın dilindən. Göylər əyilib öpür, dalğalanan telindən, sən ey azadlığını gülümsəyən dodağı. Səni görmək eşqinə çox ümidlər qocaldı. Bir canda ünvan etdi, üç hikməti, üç adı. Sən ucalan ucalıq şəhidlikdən ucadır. Hürriyyət kitabımın ilk mübarək varağı. Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Üç rənginlə Tanrıya, üç köynək yaxın oldun. Milyonları isitdi bu həmidin, bu odun. Neçə adsız şəhidin arzusundan doğuldun. Sən bölünmüş yurdumun bölünməzlik sorağı. Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Ey iman işığında köynək geyinmiş hilalım, sənin ucalığınla qanadlanır xəyalım. Təbrizdə Dərbəndəcə göz oxşayan amalım, əbədiyyət ətiri, həqiqətin duvağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Zəngəzurun göyçənin yuxusunda dalğalan. Sən Qarabağsız həsrətin qorxusunda dalğalan. Sən Şuşanın, Laçının qoxusunda dalğalan. Ey milli qeyrətimin ən ovxarlı yarağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Rənglərimlə yoğurdum şeirimin hər sətrini, ürəyimdən asmışam hörmətini, xətrini. Dalğalan duysun ellər azadlığın ətrini, milyon ürəkdə istiqlalın növrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Bir millətin şərəfidir. Bayraq bir millətin azadlıq əlamətidir. Bəli, bayraq bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmada dalğalanmasıdır. Torpağın üstünə kölgələr salan. Bu bayraq üstündə şəhid qanı var. Üç renkli bayrağım durma dalğalan. Biz tarixə yazdıq, gör neçə dastan. Dalğalandı Qarabağda bizim zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq, axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpaqlar. Bugün qəhrəman oğullarımızın sayəsində şanlı bayrağımız Şuşada, Laçında, Xankəndində, Zəngilanda, Qubatıda, Ağdamda, Füzulidə, Xocavənddə qürurla dalğalanır. Hepinizden kurularak merkez geldi. Pınar'ın göksüne yarattı. İslam'da adı verilmişti. Halihazırda Azerbaycan bayrağı burada dalgalanmaktadır. Yaşasın Azerbaycan! Yaşasın Azerbaycan'dan! Selamlar Azerbaycan'da! Gökdelen Serapiyeti! Dalgalan Başkanı'nda elinizden kurularak merkez geldi. Dengilan Kayaklar Savaşları İslam'dan adı olmuştur. Halihazırda Azerbaycan bayrağı dalgalanmaktadır. Yaşasın Azerbaycan! Yaşasın Azerbaycan'da Karabağ! Daraman Başkanı'nda sizi memnuniyetle yaparken Kubatı şehri İslam'dan azad olmuştur. Halihazırda Kubatı şehrinde Azerbaycan Respublikası devlet bayrağı dalgalanır. Yaşasın Azerbaycan, yaşasın Ali Başkanı'nda, yaşasın Kubatı şehri. Kubatı Azerbaycan! Aziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük kəmalət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir. Bütün Şuşalıları ürəkdən təbrik edir. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır, biz Şuşaya qayıtmışıq. Darbalı Başkanı'nda Azerbaycan'da İsrail'e kazanıldı. Azerbaycan bayrağı Azam şehrinden dalgalanır. Yaşasın Azerbaycan, yaşasın Darbalı Başkanı'nda. Bayrağı Azerbaycan'dır. Yaşasın Darbalı Başkanı'nda Azerbaycan Respublikası devlet bayrağı Yaşasın şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan, yaşasın Darbalı Başkanı'nda. Bravo!
olsun. Diller öptü, neler gördü ülkemiz. Parçalandı, ölmez vətən, ayrı düştük biz. Öz yolunda diller öptü, neler gördü ülkemiz. Parçalandı, ölmez vətən, ayrı düştük biz. İndirilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordumuz. Gör ne vaktan geldi, özlerinden ayrılan, talehinden ollanan, torbanın sensin. O hasretten ben çekir, indi dözmür ağlayır. Gör ne vaktan sesleyir, torbanın sensin. Müstəqildir Azərbaycan, onun nurlu dövrü var. Sərhədində məğrur oldu bizim oğullar. Müstəqildir Azərbaycan, onun nurlu dövrü var. Sərhədində məğrur oldu bizim oğullar. İndirilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordumuz. Gör ne vaktan geldi, özlerinden ayrılan, talehinden ollanan, torpağın sesi, torpağın sesi, torpağın sesi. Bu ölkə həmişə var olacaq. Bayraq bizi birləşdirən əbədi bir sirdir. Bir millətin şərəfidir. Ey mavi samaların ağ və qırmızı bəzəkləri, bacımın gəlinliyi, şəhidimin son örtüyü. Sən göylərdən enmə, sənə yalnız zirvələr yaraşır. Şəhid qazi qanı ilə sulanmış üç rəngli dilar. Sən zirvələrdə dalğalan ki, gölgəndə yatan vətəni, şəhid övladları rahat uyusun. Sən göylərdən enmə ki, bu millət, bu dövlət daim var olsun. Günün mübarək zəfər qürurlu kimliyi, üç rəngli zəfər bayrağı. Son söz olaraq sözü məktəbin direktoru Elnara Zeynalova verir. Yanında olmasını istəyirəm. Ona görə 8C sinif şagirdlərini, həqiqət müəlliməni və mətanət müəlliməni dəvət edirəm bura. Gəlin bura əzizlərim. Görün necə qürur verici şagirdlərimiz var. Görün necə gözəl balalarımız var. Bayrağımız bizim mənliyimizdir. Bayrağımız bizim kimliyimizdir. Bayrağımızın ucalarda olması bizim baş ucalığımızdır. Görün əziz balalar, bizim necə gözəl bayrağımız var. Həqiqətən, statistika o bayraqların siyasına baxanda bizim bayrağımız öz gözəlliyi ilə, öz rəng şalarlığı ilə, öz al əlvanlığı ilə hiss eləmişsiniz necə seçilir, necə gözəldir, necə qürur vericidir, duruşu da məhv duruşludur, prezidentimiz kimi. Əziz balalar, bayrağımızın ucalarda olması üçün sizin öhdənizə düşən ancaq oxumaqdır. Yaxşı oxumalısınız. Bayrağımızı dünya arenasında göylərə qaldırmalısınız. Həm idman sahəsində, həm beynəlxalq olimpiyadalarda Azərbaycanın adı birinci olmalıdır. Əziz balalar, bu gözəl bayrağı yerə düşməyə qoymayın. Necə ki, Ali Baş Komandan, baxın görün həqiqət müəllimə gözəl o bayraqları necə ki, bütün torpaqlarımızda, azad olan torpaqlarımızda dalğalandığını göstərdi. Çox gözəl. Hər birində də Ali Baş Komandanımıza minnətdarlıq bildirdilər. Var olsun Azərbaycan dedilər, var olsun bayrağımız dedilər, var olsun Ali Baş Komandanımız dedilər. Əzizim balalarımız, şagirdlərimiz, bayraqlarımız yenə deyirəm, ucalarda dayanmağı sizin əlinizdədir. Yaxşı oxuyun, bayrağımızı həmişə başımızın üzərində, dünya arenasında dalğalandırmağa çalışın. Sizin hər birinizi olimpiyadalara dəvət edirik. Sizin hər birinizi fən müsabiqələrinə dəvət edirik. Ona görə hər yerdə
ancak bayrağımızın uca olması için bir idman sahəsində, bir de sizin ötənizə düşən olimpiyadalarda ola bilər. Baxın, bizim keçən il 11-ci sinif şagirdimiz İbrahim Latviyada keçirilən beynəlxalq olimpiyadada iştirak elədi. Məktəbimizə demirəm artıq. Respublikamıza 1-ci medal gətirdi. Və digər ölkələrlə yanaşı Azərbaycanın bayrağı da göylərdə dalğalandı. Azərbaycanın himni də xarici dövlətlər arasında səsləndi. Bilirsiniz bu nə deməkdir? Bilirsiniz bu nə qürur verici deməkdir? Bu o deməkdir ki, İbrahim dövlətimizə, xalqımıza, prezidentimizə, təhsilimizə olan borcunun bir hissəsini yerinə yetirmiş oldu. Siz də çalışın, yaxşı oxuyun ki, olimpiyadalarda iştirak eləyin ki, siz də yer tuta biləsiniz, bayrağımızı başımızın üzərində saxlaya biləsiniz. Əzizim Həqiqət müəllimə.